Biz bir dərsinin 5-ci mühasirəsinə baxırsınız. Biz bu mühasirədə təməl maliyyə anlayışlarından danışacağıq. Müəyyən qədər nəzəri səslənə bilər danışacağımız mövzular, amma və bəzən bəsit də sizə gələ bilər, amma maliyyədə qərar vermədə danışacağımız bu maliyyə anlayışlarından xəbərdar olmaq çox vacibdir. Birinci anlayış pulun zaman dəyəridir. Biz burada nümunə vermişik. Məsələn, $100 əgər faiz dərəcəsi 5%dirsə, 1 ildən sonra $105 olacaq. Necə olur? 100-ü vurursunuz 1 üstə gəl 0.5-ə və $105 gələcək dəyəri alırsınız. Qısaca ingilis dilində də bu anlayışların üstündən keçim. Formulada FV future value-dur, gələcək dəyər. PV isə present value, indiki dəyərdir. R adətən rate demək olur, faiz dərəcəsi. Və bizim bu verdiyimiz nümunədə $100 present value-dur, indiki dəyər. R 5%-dir, 0.5 və future value $105 gələcək dəyərdir. Əgər biz 2 ildən sonraki dəyəri müəyyənləşdirmək istəsək, yenidən 105-i 1.05-ə vurmalıyıq, çünki artıq 2 dəfə faiz hesablanır və siz 110.25 gələcək dəyəri almış olursunuz. Eyni ilə də gələcək dəyərdən indiki dəyərə gəlmək üçün siz present value-nu future value və present value-nu almaq üçün future value-nu 1 üstə gəl ara bölməlisiniz. Yəni burada FV və PV-nin yerini dəyişə bilərsiniz. Növbəti anlayış qazanc gəlir anlayışlarıdır. Qısa bir nümunə verək, nəysə siz $10 almışsınız və $12 satmışsınızsa, sizin qazancınız bundan $2 olacaq. Əgər bunu faizlə ifadə eləmək istəsəz, 2-ni 10-a bölürsünüz, çünki ilkin olaraq sizin investisiyanız $10 idi və siz 2-ni 10-a bölərək 20% almış olursunuz. Siz adətən ingilis dilindəki return anlayışını gəlir olaraq görərsiniz. Eləcə də satış anlayışı dilimizə yenə gəlir olaraq tərcümə olunur. Amma bilməyiniz vacibdir ki, həm ingilis dilində, həm latın dilindən gəlmə sözdür, revenue sözü. Bu dillərdə return və revenue gəlir yox, qazanc yox, geri dönüş deməkdir. Yəni siz nəyisə investisiya eləməlisiniz və ya öz pulunuzu, ya öz vaxtınızı bir şeyə investisiya eləməlisiniz ki, ondan da nəsə geri dönüş eləsin. Bizim dilimizdə bu gəlir adlanır, amma heç də bu havadan gəlmir. Yəni bu anlayışları başa düşmək üçün məncə sözlərin əsl mənalarını da bilmək lazımdır. Nədənsə gəlir gözləyirsinizsə, nəyisə verməlisiniz. Gözlənilən qazanc expected return anlayışı. Biz bundan əvvəlki slaydda baxdıq. $2 qazancı idi, $10 investisiyanız, deməli 20% qazancınız oldu. Amma maliyyətçilər adətən gələcək haqda düşünürlər. Keçmişə baxıb nəyinsə qazancını müəyyənləşdirmək çətin deyil, asandır. Sadəcə bir rəqəmi digərinə bölürsünüz. Maliyyətçilərin işi isə gələcək qiymətləri, gələcək qazancları hesablamaqdır. Bunun üçün bir neçə üsuldan istifadə olunur. Birincisi fundamental analiz dediyimiz səhmin, şirkətin, əmtənin, xarici valyutanın fundamental olaraq dəyəri nə qədərdir, onu hesablamağa çalışmaqdır. Məsələn, bir şirkət götürürsünüz, onun maliyyə hesabatlarına baxırsınız, onların rəqabətdə olduğu şirkətlərə baxırsınız və belə qənaətə gəlirsiniz ki, həmin şirkətin səhmi gələcəkdə qazanc aparacaq, qazanc gətirəcək. Bu olur fundamental analiz. Bundan başqa texniki analiz var. Texniki analizdə adətən qraflara baxırlar, xəttlərə baxırlar, son 1, 2, 5 ildə və yaxud da son saatlar ərzində bəzən valyutanın, səhmin performansı nə qədər olub, necə olub, göstəricisi necə olub, buna baxırlar və dərinliklərinə varmadan, fundamental analiz eləmədən, sadəcə qraflara baxaraq, müəyyən xəttlər çəkərək səhmin qiyməti qalxacaq yoxsa düşəcək, valyutanın qiyməti qalxacaq yoxsa düşəcək, bunu müəyyənləşdirən insanlar da var. Bu, onların belə deyək, öz stilidir, onların maliyyəyə baxışı bu cürdür, amma fundamental analiz edənlər adətən bu xəttlərə baxmırlar. Onları maraqlandıran odur ki, bir səhmin əsl dəyəri nə qədərdir və qraflara baxmadan onlar həmin o səhmin dəyərini hesablamağa çalışırlar. Bundan başqa maliyyədə
qiymətin hesablanması üçün, dəyərin hesablanması üçün bəzən riyazi modellərdən də istifadə olunur. Əsasən də derivativlərdən biz danışacağıq. Derivativlərin hesablanmasında riyazi modellərin rolu çox böyükdür. Çünki orada qraflar və fundamental analiz demək olar ki, işləmir. Növbəti anlayış bazar riskidir. Risk dedikdə nə nəzərdə tutulur? Gəlin ondan biraz danışaq. Bazar riski ingilis dilində market risk deməkdir. Yəni qarşınıza çıxsa biləsiniz ki, eyni şeydən söhbət açmış olacaq. Bir əşya götürün, bir əşya götürə bilərsiniz, səhm götürə bilərsiniz, onun qiyməti 10 dollardır və iki ssenariyə baxaq. Birinci ssenariyada siz gələcəklə bağlı belə fikirləşirsiniz ki, ya qiyməti, satış qiyməti bir ildən sonra 12 dollar olacaq, ya 11.9 dollar, ya 12.1 dollar. Yəni sizin gözləntiniz 12 dollardır, ondan 0.1 aşağı və yaxud da yuxarı ola bilər. İkinci ssenariyada yenə həmin əşyadır, həmin səhmdir, qiyməti 10 dollardır. Amma sizin gələcəklə bağlı fikirləriniz fərqlidir. Yenə belə hesab edirsiniz ki, qiymət 12 dollar olacaq, amma 12 dollar olmasa ya 20 dollar, ya da ki 4 dollar olacaq. Burada artıq fərq daha çoxdur. 8 dollar yuxarı və yaxud da sizin gözlədiyiniz qiymətdən 8 dollar aşağı ola bilər. Yəni, mümkün qiymətlər nə qədər çox bir-birinə fərqlənirsə, bazar riski də o qədər yuxarı olur. Bizim verdiyimiz bu iki ssenariyada, ikinci ssenariyada bazar riski daha çox olacaq. Çünki 12 dollar olmasa, ya 20 dollar, 8 dollar qazancınız çox olacaq, ya da 12 dollardan 8 dollar az, 4 dollar qazancınız olacaq. Maliyyəçilər tez-tez bazar risklərinin azaldılmasından danışırlar. İngilis dilində bunun adı hedge'dir. Fərz edin ki, sizin avro ilə bir satışınız var. Keçən dərsdə verdiyimiz nümunədən davam edəcək. Avro ilə olan satışınız 10 milyon avro olasıdır. Əgər siz heç nə eləməsəniz, avronun qiyməti qalxsa, siz daha çox qazanmış olursunuz. Yox, avronun qiyməti düşsə, siz artıq uduzmağa başlayırsınız. Bu zaman siz banka gedib bu riskinizi hedge edə bilərsiniz. Banka deyə bilərsiniz ki, indiki valyuta nədirsə, gəl bir sənəd imzalayaq və o sənədə əsasən bir ildən sonra da eyni valyuta fərqi ilə mən sizə 10 milyon avro satmış olacağam. Əgər siz bunu edirsinizsə, siz öz riskinizi hedge etmiş olursunuz. Niyə? Çünki avro qalxsa da, düşsə də bunun artıq sizə fərqi yoxdur. Siz artıq sabit bir məzənnə ilə 10 milyon avronuzu bir ildən sonra banka satmış olacaqsınız. Oxşar şey təkcə xarici valyuta üçün deyil, həm də xam mal üçün, müxtəlif əmtəələr üçün, faiz dərəcələri üçün, hətta inflyasiya üçün də keçərli ola bilər ki, oxşar maliyyə instrumentləri oxşar şəkildə qurula bilər. Biraz maliyyə bazarlarından danışaq. Bizim indi verdiyimiz nümunədə harda ki, siz banka 10 milyon avronu satırsınız indiki məzənnə ilə bir ildən sonra, bu artıq bir maliyyə treydidir. Burada bir ticarət baş verir. Bank da öz növbəsində gedib 10 milyon dolları bir ildən sonra kiməsə satmağı fikirləşəcək, çünki istəməyəcək ki, özü həmin o riski daşısın. Belə olan halda həmin o bank işçisinin telefonu demək olar ki, maliyyə bazarı çevrilir. Həmin telefonun bir ucunda 10 milyon dolları almaq istəyən var, digər ucunda isə 10 milyon dolları satmaq istəyən. Və bank işçisinin gördüyü iş də həmin o alıcı ilə satıcını bir-birinə calamaqdır, bir-biri ilə əlaqələndirməkdir və treydlərin əks tərəflərini götürməkdir. Bu təbii ki, əvvəllər belə baş verirdi, indiki zamanda daha çox bunlar avtomatlaşıb. Siz belə xəbərlərə baxdığınız zaman belə şəkillər görə bilərsiniz, harda ki, rəqəmlər tez-tez dəyişir. Bu, həmin o bank işçisinin telefonda baş verənlərin avtomatlaşmış formasıdır. Yəni, alanlar var, satanlar var və həmin bu exchange-lər alanlar və satanları bir-biri ilə əlaqələndirirlər, bir-biri ilə qoşurlar. Maliyyə bazarlarından danışarkən likvidlikdən danışmaq lazımdır. İngilis dilində liquidity. Likvidlik bazar dəyərini itirmədən nə qədər tez nəqd pula çevrilə bilməni ölçür. Məsələn, sizin bir səhminiz var, onun alış qiyməti 50 dollar, satış qiyməti 50 dollar 10 sentdirsə, alış və satış arasında fərq 10 sentdir və bu elə də çox deyil. İndi təsəvvür edin ki, sizin yenə bir başqa səhminiz var, onun qiyməti 50 dollardır, amma bu dəfə satış qiyməti 20, alış qiyməti isə 75 dollardır. Bu zaman siz heç də deyə bilməzsiniz ki, mənim səhmimin qiyməti 50 dollardır, çünki siz onu bugün satası olsanız 50 dollara yox, təkcə 25 dollara sata bilərsiniz. Ona görə də likvidlik nə qədər çox olarsa, bazar üçün o qədər yaxşıdır, çünki insanların əlində olan səhmlərin qiyməti də o qədər
inamlı olur. Bundan başqa kapital strukturdan danışaq biraz. Capital structure. Şirkətlərin aktivləri, şirkətin əlində hansı mal, hansı ləvazimat, hansı bina, hansı torpaq varsa bu iki cür maliyyələşir. Ya borc hesabına, ya da ki kapital hesabına. Borc nədir? Gedib bankdan və yaxud da investorlardan borc yığılır. Kapital isə şirkət sahibinin özünün və yaxud da şirkətə investisiya edən investorların şəxsi puludur. Ya borc, ya da kapital. Bu şəkildə də eyni şeyi görürsünüz. Şirkətin nəyi varsa biz ona assets deyirik, şirkətin aktivləri və bunlar iki yolla gəlir. Ya şirkət sahiblərinin özlərinin kapitalıdır, equity, ya da bankdan və yaxud da borc investorlarından borclanma. Borc və kapital arasında əsas fərq odur ki, borc sahibləri kapital strukturda daha yüksək avantaja malikdirlər. Əgər şirkətə nəsə olsa, o zaman şirkətin aktivləri, əssetləri satılacaq və birinci olaraq kredit verənlər, yəni borc verənlərin pulu geri qaytarılacaq. Ondan sonra yerdə qalan puldan kapital sahiblərinə, yəni şirkətin öz sahiblərinə pul çatmış olacaq. Capital structure, kapital struktur haqqında danışanda bunu bilməyimiz vacibdir. Şirkətin nəyi varsa ya borc hesabınadır, ya kapital hesabına. Eyni zamanda şirkətə nə baş verərsə birinci borc sahiblərinin pulu geri qayıdır, daha sonra isə kapital sahibləri, yəni investorların. Maliyyə dərslərində adətən müəyyən problemlərdən də danışılır ki, bu haqda da ən azından tanışlıq lazımdır deyə düşünürəm. Gəlin bunların üstündən tez keçək. Moral hazard mənəvi təhlükə deməkdir. Mənəvi təhlükə, yəni maliyyə sistemində bir qərar verən öz müştərisi üçün düzgün olanı deyil, öz mənafeyindən çıxış edərək qərarlar verir. Məsələn, Amerikada maliyyə böhranı baş verən zaman banklar yaxşı kredit sahibi olmayan insanlara kredit verirdilər. Yəni baxırdılar ki, işi yoxdur, kifayət qədər pulu yoxdur, amma yenə də onlara kredit verirdilər və məhz bu səbəbdən Amerikada maliyyə böhranı yarandı. Maliyyə böhranının yaranmağı məhz bu səbəbdən baş verdi ki, o insanlara ki, əslində kredit verilməməli idi. O insanlar kredit ala bildilər. Həmin bank işçiləri niyə bunu etdilər? Çünki onlar o zaman öz mənafeylərindən çıxış edirdilər. Nə qədər çox kredit versələr, onlara bir o qədər çox bonus gəlirdi. Onlar da öz ciblərini düşünərək bu kreditləri paylamağa başladılar ki, bu da sonunda maliyyə böhranına gətirdi. Təbii ki, 2008-2009 maliyyə böhranı daha qəliz bir böhran idi. Bunu anlamaq üçün bir mühazirə bəlkə də bəs etməz. Amma bu problemin kökündə məhz verilməməli olan kreditlər dayanırdı. İkinci anlayış burada yazmışıq adverse selection, yəni səhv və yaxud da mənfi seçim. Burada adətən informasiyanın asimetrikliyindən yaranır. Məsələn, siz sığorta almaq istəyirsiniz, amma sığorta bazarından başınız çıxmır və xəbəriniz olmadan sığorta bazarını analiz edə bilmədiyiniz üçün, sığorta bazarındakı məlumatları tam başa düşmədiyiniz üçün sizə heç də əl verməyən bir sığortanı seçmiş olursunuz və almış olursunuz. Bunun da qarşılığında gələcəkdə sığorta üçün verdiyiniz haqlar, premiumlar yuxarı olur. Bax, bu adverse selection'dır. Bundan başqa üçüncü anlayış, üçüncü problem biz agency problem deyə bilərik. Burada agency, yəni agentlik və yaxud da tapşırma problemidir. Buna maliyyədə yenə də kifayət qədər rast gəlinir. Belə ki, bir şirkəti idarə edən heç də onun şirkətin sahibi olmur. Bəzən şirkət sahibləri özlərinə menecer seçirlər, daha sonra menecerlər də öz növbəsində işi görəcək insanlar seçirlər və hər bir əlavə təbəqədə maraqların azalır. Məsələn, bir insanın öz biznes olduğu zaman, o biznesdə işlədiyi zaman ona can yandırır. Amma siz gedib menecer tapsanız və ona desəz ki, qazancdan sizə 10-20% verirəm, o sizin qədər maraqlı olmur. Yenə də müəyyən qədər maraqlı olur ki, iş yaxşı getsin, amma ona sadəcə 20% gəlir qalır deyə o sizin qədər can yandırmır. Bunun növbəsində həmin o 10-20% qazanc götürəcək adam özü də gedib işçi seçir. Həmin işçiyə də qalır bəlkə 1%, 2%, onun da marağı daha da azalır. Bax, bu agency problemidir, tapşırma problemi və biznes sahiblərinin, maliyyəçilərin kifayət qədər tez-tez qarşılaşdığı problemlərdən biridir. Belə, bu qədər. Bu dərsdə biz təməl maliyyə anlayışlarından danışdıq. Növbəti dərsimizdə isə artıq biz maliyyə instrumentlərindən daha ətraflı danışacağıq. Sağ olun.